günahım, neydi günahım? Ay dostlar, sevgililer günü bugün 30 iyun. Balığım öldü. Bakın, çok üzücü bir haber, çok üzücü bir görüntü. Özde kim eləsə yaxşıdır. Sevgilisi. Bakın, bu öldürdü bunu. Səbəb nə idi? Nədir deyir, mənim bayramımı təbrik eləmədin. Ona görə bu gün çox diqqətli olun, əziz sevənlər. Kim kimi təbrik eləməyib, baxın, aqibətiniz nə yazıq ki, bu cür ola bilər. Çox üzülürəm bu gənclər, bu cütlüklərin bu cür olmasına. Çox. Qaram, niye gittin bugün məndən? Qaram. Ayda doğrudan ya, çox üzüldüm həqiqətən dostlar. Yəni zarafat bir yana, balıq mənim ən həssas yerimdir də. Balıqlarımın hamısı bu cür ölə 2 dənə cütlük saxlamışdım. Belə cütlük, bir-birini sevən 2 cütlük. Bunlar da bir-birlərinə sevgililər günü məhz. Belə etdilər, niyə etdilər? İndi bugünkü deyimə görə, bugünkü günə görə, İlham və Fərizəyə görə əgər qara ölübsə, indi qırmızı da ölməlidir də. Sən bunsuz yaşaya bilərsənmi? De görün mənə. Sən qarasız yaşaya bilərsənmi? Çox maraqlıdır. Bunun da aqibəti mənə çox maraqlıdır dostlar.